Demək, başlayaq Yapon oyunlarına. Eee, Burada demək, gəlirik ən birinci Kakuriyə, ən məşhur bir oyunlarımızdan biri olan Kakuriyə. Kakuri nə formada keçirilir? Kakuridə xananın içərisindəki rəqəmlər 1-dən 9-a qədər istifadə edilir. Yəni, başqa rəqəm orada istifadə edilə bilməz. Bunu bilək. Rəqəmlər sətir, sütun və yaxud da sətir və yaxud da sütun üzrə təkrarlana bilməz. Amma mən xananın içərisində bura 1 yazmışamsa, məsələn, bura 1 yaza bilərəm. İcazə verilir. Amma mən bura B-yə 1 yazmışam, məsələn 2 yazmışam, burada 2 yazım, o ola bilməz. Və yaxud da bura 3 yazmışam, burada gedim 3 yazım, ola bilməz. İkili kakorilər var və üçlü kakorilər var. Buradakı 1 ilə 2 ikili kakori, üçüncü isə üçlü kakoridir. Burada demək kakoridə həm də belə bir şey var ki, B ilə D-nin cəmi, baxın, B ilə D-nin cəmi 5-dir. Rəqəmlər təkrarlana bilməz. Məsələn, C ilə Y-nin cəmi A-dır. Əvvəlcə biz burada A-nı tapmağa kömək edək, sonra isə keçək digərlərin tapılmasına. Baxın, burada verilən üçbucaqlardakı sütun üzrə ədədlərin cəmi sətir üzrə verilən üçbucaqdakı ədədlərin cəminə bərabərdir. Nə deməkdir? Yəni 8 üzərinə gəlsin 3 bərabərdir, 5 üzərinə gəlsin A deməkdir. Bu da 11 bərabərdir 5 üzərinə gəlsin A, A da bərabərdir 6. Bu belə. Yəni mən A-nın 6 olduğunu artıq tapdım. Yəni tutaq ki, mənə burada testdə, burada məsələn ikinci testdə versə ki, A neçədir? 10 üstə gəlinsin 11 bərabərdir A üstə gəlsin 4. Yəni 21 bərabərdir A üstə gəlsin 4-ə. A da bərabərdir məsələn 17. Yaza bilirəm. Bu tapşırıqda məsələn var. 4-cü tapşırıqda da hamısında verilib. Yoxlasaq əgər 4-cü tapşırıqda da bunların hamısının cəmi, buradakıların hamısının cəminə bərabərdir. Məsələn, 7 üstə gəlsin, 20 üstə gəlsin, 11 bərabərdirsə 38-ə, 20 üstə gəlsin, 12 üstə gəlsin, 6 da 38-ə bərabər edilir. Yəni, eynidirlər. Bunu bildikdən sonra keçirik indi digərlərinə. Kakorini edən zaman bizə ipucu ədədlər lazımdır. Onu da deyim sizə. İkili bir dənə bunu bilək ki, biz 2 ədədin cəmi, yəni mən 1-dən 9-a qədər rəqəmlərdən istifadə edirəmsə, Kakoridə məsələn mənə burada, burada və yaxud da burada 2 verə bilməz. Çünki ya 2 ilə 0-ın cəmidir, ya da 1 ilə 1-in cəmidir. Axı Kakoridə 0 istifadə etmək olmaz, təkrarlanan rəqəm istifadə etmək olmaz. Demək, sonra isə əgər mənə ikilik kakoridə 3 rəqəmi veribsə, məsələn 3 rəqəmi burada veribsə, 3 bir dənə yalnız hansı rəqəmlərin cəmi olar? 2 fərqli rəqəm, 2 ilə 1-in və yaxud da 1-dən 2-nin cəmi ola bilər. Mənə 4 veribsə, 4 2 ilə 2-nin cəmi ola bilmədiyinə görə ya 1 ilə 3-ün cəmi olacaq, ya 1 ilə 3-ün cəmi olacaq, ya da ki, nə olacaq? Aha. Ya 1 ilə 3-ün cəmi olacaq, ya da 3 ilə 1-in cəmi olacaq. 5 üçün onu deyə bilmirəm. Bir dənə də 16 ilə 17 mənə ipucu ədədlərdir. 16 məndə 9 ilə 7-nin və yaxud da 7 ilə 9-un cəmi ola bilər. Çünki mən 16-nı 8 ilə 8-in cəmi şəklində yaza bilmərəm deyə. Sonra isə 17 isə bir dənə 9-la 8-in cəmi ola bilər və yaxud da 8-lə 9, yəni 2 ədədin cəmi ola bilər də. 17-ni mən 10-la 7-nin cəmi şəklində kakuridə yaza bilmərəm. Çünki kakuridə məndə neçə dənə rəqəm istifadə olunur? 1-dən 9-a qədər rəqəmlərdən istifadə etməyə icazə verir. 0 belə icazə vermir. Üçlü kakorilərdə mənə nələr kömək olacaq? Üçlü kakorilərdə də mənə 6 düşsə, 6 1-in, 2-nin, 3-ün cəmidir. 7 düşsə 1-in, 2-nin, 4-ün cəmidir. Yəni mən bu ədədlərdən başqa rəqəmlər, müxtəlif rəqəmlərdən 6-nı, 7-ni ala bilmərəm. Bir də mənə 23 ilə 24 kömək olur. 23 demək 9, 8-in və 6-nın cəmidir. 24 isə 9, 8, 7-nin cəmi olacaq. Bu ədədlər, yəni bu
Verdiyim 3, 4, 16, 17, 6, 7, 23, 24. Ədədləri mənə çox kömək olacaq. Demək necə kömək Müəllimə, olacaq? bu ədədləri hardan aldınız? Bunlar mənə sudoku Kakoruda özü verəcək. İpucu ədədlər. Bax fikir verin. Burada verib bunu. 3-ü verib. 3 hansı ədədin cəmidir məndə? 1 ilə 2-nin cəmidir. Düzdürmü? Bəli. Sən D-nın yerinə 1 qoya bilərsən də tapşırıq eləyəcəm. Kömək olacaq da sizə nə demək istədim. Bəs yəni D-nın 4-ü yerinə 16-nı hardan aldınız, onu demək istəyirəm. onlar bizə ipucu ədədlərdir. Yəni Kakoredə istifadə olunan ədədlər bunlardır ən çox. Yəni biz Kakoreni işləyən zaman bu ədədlər verəcək də bizə. Hə, Məsələn başa 3, düşdüm. 4, 16, 17, 6, 7, 23, 4 verən kimi bizə skund köməyi olacaq. İpucu ədədlərdir də bunlar. Bunun nə 6 almışıq, bunun 6 yazdıq. Bunu bildik. Üçüncü hansı ədədlərin cəmidir? İkili kakuridə. 1 ilə 2-nin cəmidir. Ya D-nın yerinə mən 1 qoyacağam, E-nin yerinə 2 qoyacağım. Ya da ki, E-nin yerinə 1 qoyacağım, D-nın yerinə 2 qoyacağım. İndi bu cür olacaq. İndi D-nın yerinə 1 qoysam, E-nin yerinə 2 qoysam. Demək 1 ilə 2-nin cəmi 3-dür də. Bunu qoydum. B ilə D-nın cəmi də 5 olduğuna görə bura 1 yazmışamsa, avtomatik bura 4 olacaq. 2 ilə C-nın cəmi də 6 olduğuna görə burada 4 olur. Bu düzgün deyil. Çünki eyni sətirdə və yaxud da eyni sütunda təkrarlanan rəqəm ola bilməz. Demək, mən burada 1 ilə 2 qoymağım yanlış imiş. Nə qoymalıymışam? 2 ilə 1 qoymalıymışam. İndi 2 qoysam, 2 ilə nəyin cəmi 5 edir? 3. 1 ilə də nəyin cəmi 6 edir? 5. Vso. D-ni, Y-ni, B-ni, C-ni, A-nı da tapmışam. Misalımı həll edəcəm. A oldu 6, C oldu 5, D oldu 2, B oldu 3, Y oldu 1. 13-dən 4 çıxacam, eləyəcək 9. Gələk bu Müəllimə, nəyə görə sualımızda da. dediniz 1-2 olmur, 2-1 olur? Çünki Rəqəmlərin mən cəminə burada görə. Xeyr, burada 1 qoyanda burada 2 qoyduq da, bura 4 olmuşdu, burada 4 olmuşdu. Biz Sudoku'da da, Hə, Toshiko'da da eyni rəqəm olsun. keçəndə eyni sətirlər və sütunlar üzrə rəqəmlərin təkrarların olmadığını qeyd etmişdik. Gələk indi bu tapşırığa. Nə demişdik biz? Əvvəlcə təzədən sualı sıfırdan izah eləyirəm sizə. Burada məsələn A verib mənə. Əvvəlcə deyirəm ki, sütun üzrə olan rəqəmlərin cəmi burada olan rəqəmlərin cəminə bərabərdir. Yəni 10 üzərinə gəlsin 11 bərabərdir A üzərinə gəlsin 4. 21 bərabərdir A üzərinə gəlsin 4. A da bərabərdir 17. Bunu şablon şəkildə yazıram. A-nın 17 olduğunu tapdım. Gəlirəm ipucu ədədlər keçmişdim sizə. Demişdim ki 4 1 ilə 3-ün cəmidir. 17 də 9 ilə 8-in cəmidir. Siz də deyirsiniz ki, mən bura götürüb, məsəl üçün deyirəm, B-nin yerinə 8 qoyuram, burada 9 qoyuram. Deyirəm, yaxşı, qoydum. Bura qoyanda 9, 8, burada 8 qoyduğuna görə məcbur C-nin yerinə 2 qoymalısan axı. Məcbur D-nin yerinə də 2 qoymalısan. Axı 2, 2 eyni sütunda ola bilməz axı, rəqəm təkrarlana bilməz. Demək, mənim səbəbini deyirəm də, niyə olmazdı dedim sizə. B-nin yerinə 8 qoymağım haqqım yoxdur. Bura 9 qoymalıyam, bura 8 qoymalıyam. Bura 8 qoyanda indi 10'dur. 9 verib burada. C 1 olmalıdır ki, bura 9 ilə 1 olmalıdır. 9 ilə 1-in cəmi 10 eləyir. 9 ilə 8-in cəmi 17 eləyir. D-nin yerinə də 3 qoyanda, D-nin yerinə də 3 qoyanda, demək nə oldu? Sətir üzrə 8 ilə 3-ün cəmi 11 eləyir. Sütun üzrə də 1 ilə 3-ün cəmi də nə verdi bizə? 4 verdi. Aldıq cavabı. Sonra indi sən cavabı tapandan sonra A-nı 17 almısan, B-ni 9 almısan, D-ni 3 almısan, C-ni 1 almısan, Y-ni də 8 almısan. Yazacaqsan, eləyəcək 20. Keçək indi 3-cü sualımıza. Biz sizə dedik ki, köməkçi ədədlərim var idi mənim. 24 idi, üçlü kategorilərdə 23 idi, 6 idi və 7 idi. 24, 9, 8, 7-nin cəmi idi. 23, 9, 8, 6-nın cəmi. Bu 1, 2, 3-ün, bu da 1, 2, 4-ün cəmidir. Gəlirik üçlü kategorilərdə bu ədədləri mütləq şəkildə axtarırıq. Görürük, burada 23 var, burada da 24 var. Hansı ədədlər idi 23? 23
9, 8, 6-nın cəmi, 24 də 9, 8, 7-nin cəmidir. Deyirsiniz ki, müəllimə, mən gətirim A-nın yerinə 9 qoyum. Deyirəm, yaxşı. A-nın yerinə 9 qoydun. Bu sütun üzrə, baxın, bu sütun üzrə 9-un üzərinə mən D ilə Q-ya nə verməliyəm ki, 10 eləsin? Ya mən bura 1, bura 0 verməliyəm. Axı bizdə də Kakorada 1-dən 9-a qədər rəqəmlərdən istifadə edir. Yəni mən bura 9 verə bilmərəm ki, ya D, ya K 0 alacaq. Məcbur avtomatik 10 olması üçün. Deyirsiniz ki, onda mən bura götürüm 8 verim. Deyirəm nəyi? 8-in üzərinə mən neçə gəldiksə 10 eləyər. Ya mən D ilə Q-ya 1, 1 verməliyəm. Təkrarlanan ədəd ola bilməz. Ya da deyəcəyəm ki, mən bura 2 ilə 0 verim. Axı 0 da olmaz axı Kakoridə. Demək mən burada 8 də qoya bilmərəm. Avtomatik nə qoyacağım burada? 6 qoydum. İndi bir söz deyim sizə. Kakoridə rəqəmlərim maksimum 9-dur. Yaxı, yəni məndə Kakoridə, ikili Kakoridə maksimum mən 9 ilə 8 qoya bilirəm də. Bunu yadda saxlayaq. İndi baxın bura. İndi gəldik nəyə? Gəldik bura. Deyirsiniz ki, bu F-in yerinə, çünki bu onun sətridir axı. F-in yerinə deyirsiniz ki, mən yenə eyni şeylər eləyirik. Baxın, fikir verin. Deyirsiniz ki, 9 qoya bilmərəm. Çünki 9 qoysa D ilə Y, gələ 1 ilə 0 verəsiniz. 0 olmaz. F-in yerinə 8 qoya bilməzsiniz. Səbəbini də dedimdə sizə. Bura 8 qoysaz, bu sətr üzrə görə ya 1-1 qoyasınız, ya da 2-0 qoyasınız. Nə 1-1 qoya bilərsiniz ki, rəqəmlər təkrarlanmamalıdır. Nə də 0 qoya bilərsiniz, Kakoridə olmaz. Məcbur nə edirəm? 7-ni bura qoydum. Hələlik bura qədər gəlmişik. İndi bir söz deyim sizə. Mən bura götürüb Kakoridə bura neçə D ilə K-nın cəmində neçə qaldı? 4 qaldı da, düzdürmü? 4-ü də mən demişəm ki, hansı rəqəmlərin şəklində, cəmi şəklində yazarım? Ya 1 ilə 3-ün şəklində yaza bilirəm də, düzdürmü? Deyirsiniz ki, müəllimə, biz götürək K-nın yerinə olmazı başa salama. 1 qoyaq, D-nın yerinə də 3 qoyaq. Deyirəm, D-nın yerinə 3 qoysaq, bura 7-ni tapmışdıq da konkret. Onda E-yə 0 düşür axı. Olmaz. Demək, onda avtomatik D-nın yerinə 1 qoyuram. 1-in üzərinə 7 gələndə eləyir 8, Y-yə düşdü 2. K-nın yerinə də məcbur nə qoymalıyam mən? 3 qoydum. İndi gəldik nəyə? 19-u tapmışam burada. Düzdürmü? 19-da 3 qalıb, M ilə N-nın cəmi oldu 16. 16 da hansı rəqəmlərin cəmi idi? 9 ilə 7 qoya bilirdim də. Yəni burada mən N-nın yerinə 24-ün 8-ini qoysam, əgər burada 8 düşür. Olmaz. Mən bura onda məcbur nəyi qoymalıyam? 7-ni bura qoymuşamsa, 9-u bura qoymalıyam. 3, 9. Bura neçə düşür onda? 12 düşür. 7. 7-ni qoymuşam, 9-u qoymuşam, bura düşür 8. 6-nı qoymuşam, 8-i qoymuşam burada düşür 9. Bu sətrin cəmi 23, bunun 10, bunun 19, sütun üzrə də 10, 18, bu da 24. Alındı. Hə, indi sənə desə ki, B, C, D, K bunu hesabla, götürüb oturub hesablayacaqsan. Sonra gələk bura, 4-cü sualda eləyək. Bizə ipucu ədədlərimiz var bizim. 6. 1, 2, 3'tü. Başqa ipucu bir də 7 var. 1, 2, 4'tü. Baxın, bir söz deyim sizə. Burada nə kömək edəcək bizə? Baxın, N-nın yerinə desəz ki, 1 qoyuram. Deyərəm ki, yaxşı, bura 1 qoydunuz. E ilə C-nın cəmi olacaq 19. Axı bizim 1-dən 9-a qədər maksimum 8 ilə 9-u cəmlədikdə 17 eləyirdi. 2 müxtəlif rəqəmi. Axı, bura 19 ola bilməz. Demək, mən bura 1-i qoya bilmərəm. Deyirsiniz ki, 2-ni qoyaq. Deyirəm ki, E ilə C-nın cəmi 18 olur. Axı, demişik, axı, maksimum burada ədədlərimiz 8 ilə 9 qoya bilirik. O da 17-ni aşmır. Demək, avtomatik mən bura nə qoydum? 4 qoydum. 4 qoydumsa, gəlirəm bura. Yenə, baxın, 1 qoya bilmərəm. E ilə F-nın cəmi eləyir 19 olmaz. Bayaqçı səbəbdir. 2 qoya bilmərəm. Demək, avtomatik 3 qoydum. Bu da getdi. Baxın, fikir verin, 4-ü buradan işlətmişəm. 3-ü də buradan işlətmişəm.
E, Gəlirəm indi nəyə? 20-dən 4-ü yazmışam axı, düzdürmü? Yerdə qalıb 16. 16 da hansı rəqəmlərin cəmi idi demişdik? 9-la 7-nin cəmi 16-dır. Ya 9-u bura qoyacağam, 7-ni bura qoyacağam ya da əksinə. Deyirəm ki, 9-u bura qoysam, baxın 7-ni bura qoysam, 9-u bura qoysam, 11-dir axı. B ilə A-nın cəmi 2-dir. Axı mən 2 rəqəmin cəmi 2-yi bura 0 ya da 1-1-i qoymalıyım. Axı alınmaz, icazə verməzlər mənə. Düzgündür. Demək onda 7-ni bura qoyuram, 9-u bura qoyuram. 9 ilə 3-ün cəmi neçə elədi? 12, bura 8 çatışmır. 7-ni qoydum. 11-dən 7-ni çıxdım, 4 qaldı. 4 1-dən 3-ün cəmidir. 1-dən 3-ün cəmidir. Baxaq görək indi. Bu da bizə kömək olmur. Bizim 3-ümüzdən 1-lə 2-miz qalıb. Axı düzdür. A-nın yerinə 2 qoysam 7 üstü 2 9. B-nin yerinə də 2 qoymalıyam. Fikir verin. Olmaz. İcazə vermirlər. Demək A-nın yerinə 1 qoyuram. 7 üstə 1 8. Bura elədi 3. 1 3 var. Bura 2-dir. Burada 1-dir. Alındı. İndi başlayacaqsınız. Bunların yerinə qoyub hesablamanızı aparacaqsınız.